Salam hörmətli treyderlər. Bu günlərə sizlərə yeni bir plus 500 adlı strategiyanı təqdim edəcəm. Strategiyada əsasən trend istiqamətli 500 punktluq bir hədəf qoyulacaqdır və həmin hədəfi də götürmək qarşı məqsəd kimi qoyulacaqdır. Adətən trendi tutmaq biraz çətin məsələ olur. Məsəl üçün daxil oluruq bazara, düşünürük trend istiqamətidir, bir qədər korreksiya edəndə qiymət artıq biz fikirləşirik ki, ola bilər ki, qiymət dönsün və o anda bazardan çıxırıq və beləliklə də böyük bir trendləri qaçırmış ola bilirik. Bu baxımdan da sistem buna uyğun quraşdırılmışdır ki, trend istiqamətli 500 punktluq bir hərəkət tutulsun. Statistika barədə məlumat verim. Statistika deməli 2014-cü ilin dekabr ayından 2015-ci ilin noyabr ayına qədər 1400 punktluq bir take profit tutulmuşdur. Bu da adətən hardasa 3 ədəd konkret olaraq belə deyək 500 punktluq bir trend istiqamətli hərəkət tutulmuşdur. O baxımdan da hədəf bu qədər olmuşdur. Sistemdə istifadə edəcəyimiz indikatorlar 3 ədəddir. Deməli, moving average, sadə simple moving average, parametr 70 periodludur. Daxil edirik bunu bazara, platformamızı. Sonra parabolik sar adətən qrafikimizdə, platformamızda 0,2 və 0,2 kimi qeyd olunur. Biz burada dəyişəcəyik 0,3 və 0,3 kimi qeyd edəcəyik. Yaşıl rəngdədir. Daxil edirik və həmçinin də burada RSI indikatorundan istifadə edəcəyik. RSI indikatorunun deməli parametri 14 periodlu və buraya 60 və 40 səviyyələrini daxil edirik. Burada başlayaq ilk öncə alış əməliyyatından. Alış əməliyyatını baxaq. Burada düzdür, bir neçə fürsətlər olmuşdur, lakin mən burada 500 punktluq bir hərəkəti sizə göstərəcəm. Çünki bəzi hallarda heç 500 punktluq hədəf vurulmadan 130, 200 punktluq bir hədəflərlə də bazardan çıxma olur və yaxud da ziyanla da ola bilir ki, bazardan çıxırıq. İlk öncə başlayım alış əməliyyatına. Alış əməliyyatımızı açmağımız üçün qiymət moving average-in üzərində olmalıdır. Qiymət moving average-in üzərindədirsə, digər indikatorlara baxacağıq. Parabolik sar indikatoru qiymətin altında olmalıdır və yuxarı istiqamətli bir trend göstərməlidir. Həmçində RSI indikatoru 60 səviyyəsindən yuxarıda yerləşməlidir. Bütün bu şərtlər daxilində biz bu zonada, məsəl üçün şam qalxır, parabolik sarıda onun altına keçir. Şam bağlandıqdan sonra bu zonada bazara daxil oluruq. Bazara daxil oluruq və 80 punktluq bir stop loss orderi qoyacağıq. 80 punktluq və qiymət deməli, daha doğrusu parabolik sar yuxarı qalxdıqca və hansı ki biz o zonada əməliyyat açmışdıq, o zonaya yaxınlaşdıqdan sonra biz stop loss orderini parabolik sar vasitəsilə sürüşdürəcəyik. Take profit adından da görsəndiyi kimi 500 punktluq bir take profit qoyulacaqdır. 500 punktluq bir take profit bu zonada vurulmuş olacaqdır. Əlbəttə belə hallar nadir hallarda baş versə də göründüyü kimi işlədiyi vaxtlar da olur ki, həmin 500 punktu götürə bilibdir. Və burada 500 punktluq bu zonada 500 punktluq bir hədəf vurulmuş olacaqdır. Dediyim kimi də qiymət 130 punktluq bir yuxarı istiqamətlə hərəkət etdikdən sonra parabolik sarın əməliyyat açdığımız səviyyəyə yaxın olub olmamasından asılı olmayaraq stop loss orderi də əməliyyat açdığımız səviyyəyə doğru sürüşdürülür. Yəni 0 səviyyəsinə doğru sürüşdürmüş olacaqdır. Və bunun da ardından dediyim kimi parabolik sar vasitəsilə sürüşdürülə bilər yuxarı doğru. Misal üçün fikir versə elə parabolik sar burada artıq vurulub və əgər sürüşdürmüş olsaydıq take profit qoymadan, o zaman elə bu zonada qiymət bizim stop loss orderimizi vuracaqdı və bu zonada vurulmağı da bizə hardasa 390 punktluq bir gəlir edəcəkdi. Halbuki biz 500 punktu əvvəldən götürmüş oluruq. Bu alış əməliyyatı haqqındaydı. Satış əməliyyatı tamam bunun əksinə olacaqdır. Deməli, qiymət moving average-dən
70 punktluq moving average-dən, daha doğrusu 70 periodlu moving average-dən aşağıda yerləşməlidir və parabolik SAR indikatoru qiymətin üzərində olmalıdır və enən trendi göstərməlidir. Həmçinin də RSI indikatoru 40 səviyyəsindən aşağıda olmalıdır. Bütün bu şərtlər bu səviyyədə ödənilir. Yeni bir şam açıldıqdan sonra biz burada bazara daxil oluruq və deyildiyi kimi 500 punktluq bir hədəf qoyacaq, take profit qoyacaq. 500 punktluq take profit qoyulur və 80 punktluq da stop loss order qoyulur və parabolik SAR-la izlənilir. Fikir versək, parabolik SAR-la izləndikdən sonra qiymət burada artıq parabolik SAR vurur və biz bazardan çıxacağıq o an. Təzədən bir də parabolik SAR vurulduqdan sonra yenidən bazara daxil olmaq imkanımız olacaq və həmçində 500 punktluq bir hədəf qoymaq şansımız olacaqdır. Lakin deyildiyi kimi 500 punktluq bir hədəfi bu vəziyyətdə birbaşa götürmüş olmayacaq. Qırıq-qırıq misal üçün yenidən bazara daxil olmaqla götürmək əlbəttə imkanımız olacaq. Misal üçün deyim ki 130 punktluq, 200 punktluq və yaxud 300 punktluq bir hədəfləri götürə bilərik. Lakin parabolik SAR vurulduqca biz o anda bazardan stop loss vasitəsilə çıxmış olacaq. Sistem haqqında bu qədər. Güman edirəm qaranlıq qalan bir məqam olmadı. Suallarınız yaranarsa videorolikın yerləşdiyi bölmədə yerləşdirə bilərsiniz. Sağ olun, sizlərlə mən idim Fərid İskəndərli.